Salam qardaş, necəsən? Şükür, salamatçılıqdır. Hardan gəlirsən? Məhkəmədən gəlirəm. Orada nə işin var idi? Arvadımdan boşandım axırı ki. Dəlisən sən? Axı təzə evlənmişdin, niyə boşandın ki? Çünki o çox səliqəsevər bir insan idi. Buna görə adam arvadını boşamaz. Çünki səliqə sevmək yaxşı bir şeydir. Nəyə yaxşıdır? Gecə saat 3-də gedirəm su içməyə, gəlirəm ki, yerimi yığışdırıb. Ha, onda düz eləmisən. Təbrik edirəm Bəşir. Eşitdim ikinci dəfə ailə həyatı qurmusan. Çox sağ ol, amma yenə də boşandım. İndi boşanmağa nə səbəb oldu? İkinci həyat yoldaşımla xasiyyətimiz tamamilə uyğun gəlirdi. Necə, başa düşmədim. Mən siqaret çəkirdim, o da siqaret çəkirdi. Mən içki içirdim, o da içki içirdi. Mən işə çıxıb gedəndə o da çıxıb gedirdi. Mən axşamlar evə gec gəlirdim, o da gec gəlirdi. Hə, onda elə yaxşı ki, boşamısan. Eşitdim 7 aydır ki, evlisən. Nə yaxşı bu vaxtda kimi boşanmamısan. Doğrusu bunu da boşamaq istəyirəm. Bunu niyə boşayırsan, ay Bəşir? O, 6 aydır ki, məni danışdırmır. Ay başdan xarab, onu qətiyyən boşama. İndiki zəmanədə belə arvad az-az tapılır.